Deməli, bu yol Bakı-Şamaxı Yevlax yoludur. Bakı-Şamaxı Yevlax yolunun Ağsu rayonundan keçən hissəsidir təqribən. Deməli, yol baxın bu gündədir. Gündə bir qəza olur. Yuxarı yolda, Muğanlı İsmaili yolda bildiyimiz kimi bir həftəlik bağlanıbdır. Deməli, yollar avtomobillərin hərəkəti intensiv olmasına baxmayaraq yola hər hansısa bir qum, çınqıl tökülmür, baxılmır. Xahiş edirəm aidiyyəti qurumlardan. Zəhmət olmasa bu məsələ ilə maraqlansınlar müəyyən qədər. Baxın, hazırda da baxın qəza baş verir. Sağ olsun Fövqəladə Hallar Nazirliyi əməkdaşları, Daxili İşlər Nazirliyi əməkdaşları vaxtında hansı yerləri özləri səbəbdən layiqin deyilmir. Qaldı ki, bu yol çox bərbad günləri. Verin. Bura magistral yoldur, bildiyimiz magistral yol.